Bu şirin heyvan haqqında bildiyiniz hər şeyin səhv olduğunu desəm, gəlin onların əsl dünyasını birlikdə kəşf edək. Yəqin ki, çoxumuzun cavabı yerköküdür, elə deyil. Bu, birbaşa cizgi filmlərindən gələn bir təsəvvürdür. Amma əslində bu çox təhlükəli bir mifdir. Yerkökü onlar üçün şəkər bombasıdır və ciddi problemlərə yol açır. Onların pəhrizinin 80% ot və samandan ibarət olmalıdır. Bu, onlar üçün həyati əhəmiyyət daşıyır. Və bu sadəcə başlanğıcdır. Onlar haqqında başqa bir böyük səhv də var. Özü də birbaşa biologiyaları ilə bağlı. Çoxları onları gəmirici hesab edir. Amma dovşanlar laqomorfdur. Fərq ağızlarındadır. Əlavə bir cüt dişləri var. Və bu fərqli anatomiya onları əsl sağ qalma maşınına çevirir. Məsələn, elə dişlərindən başlayaq. Dovşanların dişləri heç vaxt uzanmaqdan dayanmır. Təsəvvür edin, hər həftə təxminən 2,4 millimetr. Məhz buna görə də bol lifli qidalar yemək onların dişlərini təbii yolla yonmaq üçün mütləqdir. Bəs sərinləmə? Onların qulaqları şəxsi kondisioner kimidir, bədənlərinin istiliyini mükəmməl tənzimləyir. Anatomiyaları daha da qəribələşir. Növbəti sağ qalma üsulları həm dahiyanədir, həm də biraz qəribə. Buna koprofagiya deyilir. Yəni, qidaları tam mənimsəmək üçün onu 2 dəfə həzm etməlidirlər. Həzm sistemləri 2 cür məhsul yaradır. Biri tullantı, digəri isə vitaminlərlə dolu xüsusi granuldur. Dovşan bu qidalı granulu birbaşa yeyərək fermentasiya zamanı yaranan həyati vitaminləri qəbul edir. Bədənləri sağ qalmaq üçün proqramlanıb. Eyni dahi mühəndislik yaşadıkları yerlərdə də özünü göstərir. Vəhşi dovşanlar Warren adlanan mürəkkəb yeraltı şəhərlər tikirlər. Bura həm ev, həm də bir qala kimidir. Gizlənə bilməyəndə qaçırlar. Bəs niyə belə nizamsız? Bu, əslində hesablanmış bir müdafiə taktikasıdır. Zigzag qaçışı yırtıcının beynini çaşdırır və növbəti hərəkətini təxmin etməyi demək olar ki, mümkünsüz edir. Və bu, bizi onların ən şok edici üstünlüyünə gətirir. İnanılmaz çoxalma sürəti. Bir dişi dovşan demək olar ki, hər ay bala verə bilər. Rəqəmlər həqiqətən də ağlasığmaz dərəcədə sürətini artır. Nəzəri olaraq, 7 ildə cəmi bir cütdən 184 milyarddan çox dovşan törəyə bilər. Bu onların super gücüdür. Odur ki, növbəti dəfə bir dovşan görəndə şirin görünüşün arxasında gizlənən mükəmməl sağ qalma maşınını xatırlayın.